Dövlətə və dövlətçiliyə sədaqətin nümunəsi Zərdab rayonu Kommunal Müəssisələr İdarəsinin iş icraçısı Məhərrəm Tapdıqovun fəaliyyəti və Mehriban xanım Əliyevaya ehtiramı. Azərbaycan bugün regionda qüdrətli dövlət, dünya miqyasında isə nüfuzlu bir ölkə kimi tanınırsa, bu ilk növbədə dövlətçilik ənənələrinə sadiq insanların fədakar əməyinin nəticəsidir. Dövlət hər bir qurumunda, hər bir sahəsində peşəkar, vicdanla çalışan, öz vəzifəsini yüksək məsuliyyətlə yerinə yetirən kadrların fəaliyyəti bu uğurların əsasını təşkil edir. Zərdab rayonunda da Azərbaycanın sürətli inkişaf prosesində özünə məxsus yeri olan bölgələrdən biridir. Burada həyata keçirilən sosial-iqtisadi layihələr, infrastrukturunun yenilənməsi və insanların rifahı naminə görülən işlər dövlət siyasətinin regionlarda uğurla reallaşdığını göstərir. Bu uğurlar da yerli qurumların, xüsusən də Zərdab rayonu Kommunal Müəssisələr İdarəsinin rolu danılmazdır. İdarənin iş icraçısı Məhərrəm Tapdıqovun uzun illərdir ki, öz peşəkarlığı və dövlətə sədaqəti ilə seçilən əməkdaşlarından biridir. Hər bir dövlət qurumunun uğuru, fəaliyyəti ilk növbədə orada çalışan insanların vicdanlı əməyindən asılıdır. Məhərrəm Tapdıqov da bu qəbilədən olan şəxslərdəndir. Onun iş üslubu, vəzifə öhdəliklərinə yanaşma tərzi həm rəhbərliyinin, həm də yerli ictimaiyyətin yüksək rəğbətini qazanıb. Kommunal təsərrüfat sahəsi insanlarla birbaşa bağlı, hər gün onların həyat keyfiyyətinə təsir edən çox mühüm bir sahədir. Burada ən xırda səhlənkarlıq belə yüzlərlə insanın gündəlik rahatlığını poza bilər. Bu baxımdan iş icraçısının peşəkarlığı, məsuliyyət hissi xüsusilə önəmlidir. Məhərrəm müəllim hər zaman çalışır ki, vətəndaşların müraciətləri vaxtında həll edilsin, kommunal xidmətlərlə operativlik təmin olunsun, rayonun ümumi abadlıq və səliqəsi qorunsun. Onun fəaliyyətində əsas prinsip dövlətə və dövlətçiliyə xidmət etməkdir. Bu yalnız şüar səviyyəsində deyil, real işdə öz əksini tapır. Məhərrəm Tapdıqov daim çalışır ki, hər bir vətəndaşın dövlətin qayğısını hiss etsin, özünü diqqət mərkəzində görsün. Azərbaycanın bugünkü inkişaf modelinin əsas dayaqları Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələrindəndir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək ölkəmizin yeni yüksəkliklərə aparır. Bu siyasətin icrasında sadə məmurlardan tutmuş, yüksək vəzifəli şəxslərə qədər hər kəsin üzərinə məsuliyyət düşür. Məhərrəm Tapdıqov da bu məsuliyyəti dərindən dərk edən şəxslərdəndir. O hər zaman dövlətin maraqlarını şəxsi maraqlarından üstün tutur. Dövlətə sədaqət onun fəaliyyətinin ana xəttidir. İşinə yanaşmasında prinsipiallıq, vətəndaşlarla münasibətində səmimilik, vətənpərvərlik hissləri onun şəxsiyyətini xarakterizə edən əsas cizgilərdəndir. Zərdab rayonu Kommunal Müəssisələr İdarəsinin iş icraçısı Məhərrəm Tapdıqov dəfələrlə vurğulayıb ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim İslam dininə, milli mənəvi adət-ənənələrimizə, mənəvi irsimizə xüsusi önəm verir. Bu təkcə sözdə deyil, əməli işlərdə də öz təsdiqini tapır. Həqiqətən də Mehriban xanım Əliyeva Azərbaycanın dünyada mədəniyyətlər arası dialoqun öncül mərkəzlərindən birinə çevrilməsinə müstəsna xidmətlər göstərib. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dini abidələrin, məscidlərin bərpasına, milli dəyərlərin qorunmasına böyük diqqət ayırır. Bu isə xalqımızın mənəvi bütövlüyünün möhkəmlənməsinə xidmət edir. Məhərrəm Tapdıqov kimi dövlət işçiləri üçün bu həm də böyük örnəkdir. Çünki onlar da öz fəaliyyətlərində milli və dini dəyərlərə bağlı qalmağın vacibliyini dərindən anlayır və bu prinsipləri gündəlik işlərində rəhbər tuturlar. Azərbaycan cəmiyyətində Mehriban xanım Əliyevanın obrazı hər zaman xeyirxahlıq, humanizm, mənəvi zənginlik və dövlətçilik ilə bağlıdır. Onun təşəbbüsləri ilə ölkəmizin bütün bölgələrində məktəblər, xəstəxanalar, uşaq bağçaları inşa edilir. Tarixi abidələr bərpa olunur. Mədəniyyətimiz dünyaya tanıdılır. Ən mühüm məqamlardan biri isə şəhid ailələrinə, müharibə veteranlarına, sosial cəhətdən həssas qurumlara göstərilən qayğıdır. Mehriban xanım Əliyevanın bu istiqamətində gördüyü işlər xalqın sevgisini və ehtiramını daha da artırır. Mehriban xanım Əliyeva ölkədə təhsilin, səhiyyənin, idmanın inkişafına daim dəstək verib.
Onun təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, idman yarışları Azərbaycanın dünyada tanınmasına böyük töhfələr verir. Bu gün Azərbaycan yalnız enerji resursları ilə deyil, həm də mədəniyyəti və humanitar siyasəti ilə dünyada nüfuz qazanıb. Avqustun 26-sı Azərbaycan xalqı üçün xüsusi bir gündür. Bu tarixdə ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xalqımızın sevimli və nüfuzlu siması Mehriban xanım Əliyevanın dünyaya gəldiyi gündür. Bu gün təkcə bir ailənin bayramı deyil, bütün xalqın bayramıdır. Mehriban xanım Əliyeva öz yüksək mənəvi keyfiyyətləri, təvazökarlığı, insanlara olan səmimi münasibəti ilə milyonların qəlbini fəth edib. O, Azərbaycan qadınının parlaq simvolu, ailə dəyərlərinə sadiq, vətənə bağlı bir şəxsiyyət kimi hər kəsin hörmətini qazanıb. Hörmətlə Mehriban xanım, sizi 26 avqust doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. Sizin xeyirxah fəaliyyətiniz, dövlətə və millətə xidmətiniz hər bir Azərbaycanlı üçün böyük fəxr və qürur mənbəyidir. Arzu edirik ki, ömrünüz uzun, canınız sağlam, ailə sədaqətiniz daimi olsun. Qoy mərhəmətli ürəyiniz hər zaman sevgi və fərəh dolu döyünsün. Azərbaycan xalqı sizinlə qürur duyur, sizi sevir və ehtiramla xatırlayır. Qoy həyatınızda hər zaman uğurlar, zəfərlər və sevinc dolu anlar çox olsun. Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva.